Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi ərazisində yerləşən sürüşmə zonasında 35-40 illik şam ağacları qırılıb. Demokrat Azın hadisə yerində olan əməkdaşının məlumatına görə sözgedən ağacların Bakinski Dvorik restoranının sahibi tərəfindən məhv edildiyi iddia olunur. Hazırda ərazidə qırılan ağacların yerində ağır texnikalar və fəhlələr çalışır. İAŞ obyekti inşa olunur. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə müvafiq araşdırma aparılır. Çox təəssüflər ki, Bakıda ayrı-ayrı məmurlar və onlara bağlı olan sahibkarlar tərəfindən ağacların qanunsuz kəsilməsi ciddi ekoloji problemlərdən biri olaraq qalmaqdadır. Son illərdə paytaxtda tikinti layihələrinin artması, yeni yolların salınması və kommersiya məqsədi ilə aparılan fəaliyyətlər nəticəsində yaşıllıq əraziləri sürətlə azalır. Xüsusilə paytaxtın mərkəzi hissəsində və dənizkənarı ərazilərdə köhnə ağacların kəsilməsi tez-tez ictimai narazılığa səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qanunsuz qırılmasına qarşı tədbirlər görülsə də, cərimələr tətbiq edilsə də, ancaq ağacların məhv edilməsi faktları hələ də qalmaqda davam edir.